Şəfaət istəyirsiniz, Allaha yaxın olmaq istəyirsiniz, dualarınız istəyirsiniz qəbul olsun, Peyğəmbərin simasını görmək istəyirsiniz, mənlə Allah, Peyğəmbərə yaxınlaşmaq istəyirsiniz. Nə qədər danışdıq? Salavat. Ümid edirəm ki, salavatları tərk etməzsiniz. Mən inşallah bir dənə dua eləyərəm. Bilirsiniz, bu gecə duaların qəbul olan gecəsidir ki, əlinizi qaldırarsınız, mən dualar eləyərəm, siz amin deyərsiniz ki, Allahın lütf inayəti ilə. Elhamdülillah. Əuzubillahimineşşeytanirracim. Allah sənə and verirəm izzətüvə, cəlalüvə, kərəmüvə, rəhmətüvə, mərhəmətüvə, məhəbbətüvə. Bu gecənin hörmətinə, Rəcəb ayının hörmətinə, bu əllər ki, sənin dərgahına qaldırmışıq evlərimizdə, hərəmiz bir yerdə. Ya Rəbbəl aləmin, ilk duamız budur. İmam-ı zamanımızın zuhurun təcil elə. Peyğəmbərimizin şəfaətin bizlərə nəsib elə. İlahi, bizi dini və xadim olanlardan qərar ver. Az xidmətə qane olanlardan qərar vermə. İlahi, bu xidmətləri əlimizdən alma. Əlimizdən çıxan neymətləri bizlərə qaytar. Ya Rəbbəl aləmin, onlar ki, bizdən dua istəyiblər, o qardaş bacılarımın dualarını qəbul elə. İlahi, indi əllərin qaldıranlar var, onların da hacəti var, qəlbində hacətləri var. Sənə and verirəm əhl-i beyt hörmətinə, Peyğəmbər hörmətinə, o qardaş bacılarımın hacətini rəva elə. Xəstələrimizə şifayı acil nayət elə. Övladı olmayanlara övlad nəsib elə. Subaylarımıza gözəl ailə nəsib elə. Ailə müşkül olanların müşküllərin tezliyi ilə həll elə. Borcu olanların borcların verməkdə onlara yardımcı ol. Evsiz qardaşlarımıza ev nəsib elə. İşsiz qardaşlarımıza iş nəsib elə. İlahi və Rəbb, sıxıntıda olan möminlərimizə İmam Musa Kazım hörmətinə, özlərinə fərəc, ailələrinə səbir bəxş elə. Cənnəti bizə halal elə. Cəhənnəmi bizə haram elə. İlahi və Rəbb, işğaldan azad olunmuş torpaqlarımızda əhl-i beyt məclisləri qurmağı, o torpaqlarda ibadət eləməyi bizlərə nəsib elə.